Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Müqəddəs Ramazan ayında hər birinizin tutduğu orucu, etdiyi ibadətləri Allah qəbul eləsin. Bugünkü videomda hazırlanması çox asan olan börek reseptini sizinlə paylaşıram. Buna börek qəlyanaltıda demək olar, iftar süfrəsinə yaraşan çox dadlı, doyumlu bir börekdir. Hazırlanması da çox asandır, çox vaxt aparmır. İndi keçək böreklərin hazırlanma qaydasına. Börekin xəmiri üçün ərzaq qabında un götürmüşəm. Unun ortasında əlimlə biraz oyu qaçıram. 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı tam dolu olmayan xörək qaşığı quru maya əlavə eləyirəm. İlıqdan biraz isti su götürmüşəm. Təxminən yarım stəkan qədər su əlavə eləyirəm. Mayanın aktivləşməsini gözləyirəm. Maya nə qədər aktiv olarsa, onda xəmir də çox yaxşı alınır. Maya aktivləşəndən sonra qaba 1 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. 50 ml bitki yağı, 1 çay qaşığı tam təpələmə olmasın, duz əlavə eləyirəm. 1 xörək qaşığı da üzüm sirkəsi əlavə eləyib, əvvəlcə bu ərzaqları biraz əlimlə qarışdırandan sonra lazım olduqca su əlavə eləyib xəmir yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır, ona görə suyu lazım olduqca əlavə eləyirəm, apardığı qədər istifadə eləyəcəm. Xəmir üçün 5 stəkan yarım un istifadə elədim, stəkan ölçüsü 200 ml-dir. Videolarımda həmişə qeyd eləyirəm, onun çəkisi növünə görə, yumurtanın ölçüsünə görə dəyişə bilər. Belə gördüyünüz kimi ələ yapışmayan, yumuşaq, hamar bir xəmir alındı. Xəmirin üstünü örtüb bir saat mayalandırıram. Götürdüyüm suyun hamısını istifadə eləmədim, təxminən 250 ml su istifadə elədim. Xəmir mayalanana qədər içliyi hazırlayıram. İçlik üçün toyuq sinə ətini ət çəkən maşından keçirtmişəm. 1 ədəd orta boy kartofu doğramışam. 1 ədəd də soğan. Üzərinə duz, qara istiot, qırmızı toz biber əlavə edib qarışdırıram. Siz öz zövqünüzə görə istədiyiniz ədvalardan əlavə eləyə bilərsiniz. İçlik üçün toyuq sinə ətindən istifadə elədim, amma İstəyən dana əti ilə də hazırlaya bilər. Xəmir artıq demək olar ki, yaxşı mayalanıb, havasını alıram, xəmiri bir yerə yığıram. Dəzgahın üstünə qoyub, biraz da dəzgahın üstündə yoğururam. Pişəndən sonra maya iyi gəlməsin deyə dəzgahın üstündə də biraz yoğururam, havasını çıxardıram. Əlimlə yuvarlayıb, iri bir kündə halına gətirirəm. Üstünə bir qab çevirib, bir 15 dəqiqə kündənin düşməsini gözləyirəm. Əlimlə kündənin üstündən biraz bastıraraq genişləndirirəm. Üstünə də un səpib, yayıb, yayma açıram. Hər iki tərəfə doğru yayaraq böyüdürəm. Yaymanın hamar üzünü alt tərəfə çevirirəm. Əlimlə kənarlarından çəkib, xəmirə biraz kvadrat şəkil verirəm. Həm eninə, həm uzununa yayıb, yaymanı böyüdürəm. Xəmir çox yaxşı xəmirdir, çox rahatlıqla da yayıb istənilən şəkildə böyütmək olur. Təxminən 5-6 mm qalınlığında yaymanı yayıb açıram. Belə gördüyünüz kimi 4 bucaq şəklində bir yayma yayıb açıram. Açdığım yaymanın üstünə çəkmək üçün yayandan sonra üzərinə yağ çəkirəm. 70 qram yağı əritmişəm, ərinmiş yağdan yaymanın üstünə əlavə edib hər yerinə yaxşı yağ çəkirəm. Yağı da çəkəndən sonra videoda göstərdiyim kimi əvvəlcə yaymanı uzunsov şəkildə 4 yerə bölüb kəsdiyim hissələri də xırda hissələrə kəsirəm. Ümumilikdə 20 yerə bölürəm. Hazırladığım içliyi kəsdiyim xəmir parçalarının arasında bölüşdürürəm, hamısına içlik qoyuram.
Börek üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Videoda göstərdiyim kimi xəmirin uc hissələrini gətirib bir-birinə yapışdırıb, açıq qalan hissələri də əlimlə sıxıb bərkidirəm. Hamısını eyni qaydada kənarlarını bir-birinə yapışdırıb börəkləri hazırlayıram. Börəkləri hazırlayıb yağlı kağız sərdiyim formalara yığmışam. Üstün örtüb bir 15 dəqiqədə yerində mayalandırıram. İlk hazırladığım börəkləri üstünə çəkmək üçün bir ədəd yumurta sarısına bir çay qaşığı da bitki yağı əlavə edib qarışdırmışam. Yumurta qarışımından börəklərin üstünə çəkirəm. Hamısına yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Sonda üzərinə küncüt səpirəm. İstəyə görə çörək otu da səpmək olar. Bu qaydada hazırlayıram. 180 dərəcəlik sobada üstü qızarana qədər bişirirəm. Börəklərin hamısını eyni qaydada hazırlayıb bişirirəm. İlk sobaya qoyduğum börəklər artıq bişib. Çox yaxşı qabarıb, çox yaxşı qızarıb, çox gözəl börəklər alınıb. Altı da yaxşı bişib. Çox asan bir üsuldur. Xəmiri bu qaydada yoğurub, istənilən fərqli içkilərlə də belə gözəl börəklər hazırlamaq olar. Pendirli, göyərtili, ispanaqlı, fərqli içliklərlə də bu börəklərdən hazırlaya bilərsiniz. Digər börəklər də bişib, hamısı da çox gözəl bişib. Çox dadlı börəklər alınıb. İsti olanda üstü biraz xırçıltılı olur, amma soğuyandan sonra qalır, yumuşalır. Çox gözəl börəklər alınır. Çox bərəkətli, doyumlu börək reseptidir. İftar süfrəsinə yaraşan bir qəlyanaltıdır. Siz də hazırlayın. Əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, İzlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.